şərt Şah İsmayılı sevmək və yaxud nifrət eləməkdə deyil. Şərt ondadır ki, Şah İsmayıl olsun digər bir adam, qonşun, qohumun. Bir insanı sevəndə də, nifrət edəndə də əsaslı şəkildə etmək lazımdır. Əsaslı bir insanı sevəndə də bilməlisən, niyə görə sevirsən. Bir insana nifrət edəndə də bilməlisən ki, nəyə görə nifrət edirsən. Hucurat surəsində deyir ki, əgər bir şəxs sizə xəbər gətirsə, o xəbəri dəqiqləşdirmədən ona inanmayın, inanmayın. Quran-ı Kərimdə Hucurat surəsində buyurur, inanmayın, namaz qıl, zəkat ver, amma gəl Şah İsmayıla gələndə götürür, romandan dəlil gətirir. Adamlar ayaq yoluna girməyin belə hədisini axtarırlar. Ayaq yoluna girməyin hədisini araşdıran insanlar Şah İsmayıl'la bağlı özlərin romana inandırırlar. Təsəvvür edirsiniz? Təsəvvür edin, absurda bax. Paxlavanı yeməyin hədisini axtaran insanlar, dəlilini axtaran insanlar götürürlər Şah İsmayıl'la bağlı romana istinad edirlər.